Pasientimiz gastroskopiya müayinəsi edirik. Bu pasiyenti bizə artıq neçə ildir müşahidəmizdə olan bir pasiyentdir. Uzun illər xəstəmiz məcburən pantoprazol, rabitrazol, yəni mədə qoruyuculardan istifadə edir. Bu pasiyentimizə hardasa 2 il yarım əvvəl biz termokoagulyasiya deyə bir prosedur icra elədik. Həmin xoralı nahiyələri, baret olan nahiyələri dağladıq. İsidici bir vasitə ilə dağladıq və ondan sonraki bir xeyli müddətdə tam normal bir qida borusu görüntüsü yaranmışdı. Hal-hazırda da biz profilaktik olaraq yoxlayırıq və müayinə sırasında da görürük ki, çox zəifdir. Birinci dərəcədə eroziyalar var və eroziyaların da görüntüsü dərin deyil, səthi eroziyalardır. Yəni bu bizim üçün qənaətbəxş bir göstəricidir. İnşallah gerisi daha yaxşı olur.